Çox vaxt deyir ki, səfər ayı çox ağır aydır. Bu ifadəni, bu termini nə ilə əlaqələndirmək olar? Ola bilər ki, səfər ayının da ağırlığı, məsələn, o hicri qəməri təqvimində yenə eyni mövzu təkrarlansın orada. Məsələn, biz Azərbaycanda elə may ayı da ağırdır. May ayında heç kim toy eləmir. Mən onun səbəbin, hətta muzikantlardan da soruşmuşam, musiqiçilərdən. Elə onlar da dilxor olurlar ki, toy yoxdur filan. Qışdan keçir millət yaya tərəf. Əldə heç nə yoxdur. Yəni, düzəməlli meyvə yoxdur. Yəni, toyu yaxşı keçirtmək olmur. Yəni, insanlar bir dənə ağır adın qoyublar ona. Ola bilər ki, səfər ayının da ağırlığı, məsələn, o hicri qəməri təqvimində yenə eyni mövzu təkrarlansın orada. Qışdan keçir millət yaya tərəf. Əldə heç nə yoxdur. Yəni, düzəməlli meyvə yoxdur. Yəni, toyu yaxşı keçirtmək olmur. Yəni, insanlar bir dənə ağır adın qoyublar ona. Ola bilər ki, səfər ayının da ağırlığı, məsələn, o hicri qəməri təqvimində yenə eyni mövzu təkrarlansın orada. Çox vaxt deyir ki, səfər ayı çox ağır aydır. Bu ifadəni, bu termini nə ilə əlaqələndirmək olar? Məhz Peyğəmbərimizlə bağlıdır, yoxsa ki, çox belə ağır deyib özlərini belə daha da yükləmək insan üçün psixoloji nöqteyi nəzərdən də bir növ ağır. Bizdə, məsələn, biz deyilir ki, məsələn, biz Azərbaycanda elə may ayı da ağırdır. May ayında heç kim toy eləmir. Mən onun səbəbin, hətta muzikantlardan da soruşmuşam, musiqiçilərdən. Elə onlar da dilxor olurlar ki, toy yoxdur filan. Amma səbəbi var da bunun da. Məsələn, o boş yer olmur. Məsələn, qışdan keçir millət yaya tərəf. Əldə heç nə yoxdur. Yəni, düzəməlli meyvə yoxdur. Yəni, toyu yaxşı keçirtmək olmur. Yəni, insanlar bir dənə ağır adın qoyublar ona. Ola bilər ki, səfər ayının da ağırlığı, məsələn, o hicri qəməri təqvimində yenə eyni mövzu təkrarlansın orada.